Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Bugün Allah azze ve celle izniyle günümüzün en büyük fitnelerinden birisi olan internet ve telefon barəsində danışmaq istəyirəm. Baxın əziz qardaşlarım, artıq telefonlar elə bir hal alıb ki, insanlar bütün məsələlərini, bütün problemlərini, bütün işlərini telefon vasitəsilə görə bilirlər. Və bu da insanın telefona çox vaxt xərcləməsini tələb edir. Və bəzən bu vaxtın xərclənməsi faydalı olan şeylərdən çıxır. Yəni insanın işi, problemi, zikri, Quran oxuması, dua əzbərləməsi, namaz vaxtlarını təqib etməsi kimi dünyəvi və uxravi faydalardan çıxır və insana fayda verməyəcək yerlərə gedib çıxır. Məsələn, bunun örnəyini verə bilərik, nümunəsini verə bilərik. Sosial şəbəkələr, Instagram, Facebook, TikTok, YouTube kimi, hansı ki, bəlli bir nöqtədən sonra fayda verməyəcək işlərə keçiş kimi. Məsəl üçün, TikToku burada xüsusi olaraq nümunə gətirə bilərik ki, və YouTube şortlarını burada xüsusi olaraq nümunə gətirə bilərik ki, insanlar telefonu əlinə alırlar, başlayırlar bir-bir çevirməyə və çevirdikcə bəzən gülməli, bəzən hüzünlü, bəzən içərisində dini zarafatlar olan, amma insanın anlaya bilmədiyi, nəticə etibarilə faydasız olan, hətta bəzən insanı günaha belə soxa biləcək videolarla insan vaxtını keçirtmiş olur. Halbuki belə baxdığımız zaman zaman geri qaytarılması mümkün olmayan bir nemətdir. Hansı ki, insan demək olar ki, ona verilən nemətlərin bir çoxunu geri qaytara bilir, amma zaman və sağlamlıq elə bir nemətdir ki, onu geri qaytarmaq, xüsusən də zamanı geri qaytarmaq hardasa deyərdim ki, mümkünsüzdür. O halda bir müsəlman, iman edən bir şəxs, mömin olan bir kəs zamanını mümkün qədər, demirəm hamısını, bir qismini belə olsa Allaha zikrə ayırmalıdır. Baxın əziz qardaşlarım, onsuz da bizim zamanımızın bir qismi yatmağa gedir, bir qismi işə və iş yoluna gedir. Bir qismi də qalır ki, ailəmizlə vaxt keçirməyə və insan həqiqətən də o yuxusundan və ya boş keçirdəcəyi zamandan bir qismini ayırıb Allahın dininə xərcləsə, bu onun üçün böyük bir fayda olar. Yəni, düşünün ki, kitab oxumaqdan danışırıq, deyirik ki, vaxt yoxdur. İşlər, problemlər, Quran-ı Kərim oxumaq, vaxt yoxdur, işlər, problemlər, gecə namazına durmaq, vaxt yoxdur, işlər, problemlər, fəcrə məscidə getmək, vaxt yoxdur, işlər, problemlər. Amma insan işə namazından sonra yatması lazım olarkən nə edir? Başlayır telefonla TikTokda vaxt keçirməyə, YouTube şortlarında vaxt keçirməyə və o hansı ki, ayırıb ibadətə verə biləcəyi vaxtı telefonda və ya internetdə, sosial şəbəkələrdə boş zamanı ayırır. Məsəl üçün, misal verək. İnsan əgər işədən sonra yatsa, onun fəcrə məscidə getməyi də rahat olar, çünki yuxusunu alar. Gecə namazına qalxmağı da hardasa rahatlaşar, çünki yuxusunu alar. Amma işədən sonra oturub 11-ə kimi, 12-yə kimi, 1-ə kimi, 2-yə kimi telefonda sosial şəbəkələrlə məşğul olduğu zaman artıq insan öz yuxusundan xərcləmiş olur, nə məscidə gedə bilmir, bəzən evində fəcr namazına dura bilmir və hansı ki, fayda ilə keçirə biləcəyi şeyi öz əleyhinə, ziyana doğru çevirir. Baxın, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Ni'mətəni məqbunun fihimə kəthirun minən-nəs əs-sihhatu vəl-fəraq. İki nemət vardır ki, insanlar bu iki nemətdə aldandılar. Birincisi sağlamlıq, ikincisi isə boş vaxtdır. Yəni, insan, gözəl qardaşlarım, sağlamlıq və boş vaxtını faydalı keçirməlidir. Nə qədər ki, sağlamdır, onu ibadət üçün, faydalı işlər üçün, insanlara fayda vermək üçün, Allah üçün nəsə əməl etməyə xərcləməlidir. Nə qədər ki, boş vaxtı var, onu yerinə yetirməlidir. Baxın, gözəl qardaşlarım, insan var ki, kaleskada gəzir, təkərlikli sandalyedir, türklər bizdə bilmirəm ismi nədir. Ayağı tutmayan insanların oturduğu o təkərli alətdən danışıram. Və rükû edən, səcdə edən, qiyamda durub ibadət edən insanlara qibtə ilə baxır. Niyə? Çünki o sağlamlıqdan məhrumdur. Amma bizlər, Allah Azza və Cəllə bizə bu gözəl nemətləri, o sağlamlıq nemətini verdiyi halda nə qiyamı haqqı ilə yerinə yetirmirik, nə rükunu haqqı ilə yerinə yetirmirik, nə səcdəni haqqı ilə yerinə yetirmirik. Halbuki o nemətlər bizə verilib ki, o nemətlərin şükrünə əda edək. Zaten insan nə qədər çalışsa da Allah Azza və Cəllə vermiş olduğu nemətlərin qarşılığını tam olaraq verə bilməz. Necə Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurur?
bizlər öz əməllərimizlə yox, Allahın mərhəməti ilə cəhənnəm əzabından qurtuluruq. Hətta başqa bir hədisdə Allah Resulü sallallahu əleyhi və səlləm bunu söyləyəndə sahabilər deyir ki, sən də mi ey Allahın Resulü? Deyir, bəli, mən də. Yəni əgər Allahın Resulü sallallahu əleyhi və səlləm öz əməlləri ilə cənnəti qazana bilmirsə, Allahın mərhəmətinə möhtacdırsa, əlbəttə bizlər bundan da daha çox Rəbbimizin mərhəmətinə möhtacıq. Və bu mərhəməti qazanmaq üçün də heç olmasa ömrümüzün bəlli bir hissəsini ibadətə verməli. Demirəm çox hissəsini. 8 saat, 10 saat yolla bir yerdə işdə oluruq, 8 saat yuxu yatırıq və s. Heç olmasa 2 saat, 3 saat gözəl əməllərə də vaxt ayırmaq lazımdır. Yenə başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İğtənim xamsən qablə xamsin. 5 şey gəlmədən öncə 5 şeydən istifadə et. Qocalığın gəlmədən öncə cavanlığından istifadə et. Şəbəbəkə qablə haramikə. Qocalığın gəlmədən öncə cavanlığından istifadə et. Və sihhatəkə qablə səqamikə. Xəstəlik gəlmədən öncə sağlamlığından istifadə et. Və ğinəkə qablə fəqrikə. Kasıblıq gəlmədən öncə zənginliyindən istifadə et. Və firaqə qablə şuğlikə. Məşğuliyyət gəlmədən öncə boş vaxtından istifadə et. Və sihhatəkə qablə mavtikə. Ölüm gəlmədən öncə və həyatəkə qablə mavtikə. Ölüm gəlmədən öncə həyatından istifadə et. Baxın əziz qardaşlarım, Allah Resulü sallallahu aleyhi və səlləm burada bizlərə 5 gözəl qızıl nəsihət verir. Yəni insanın istifadə etməsi lazım olan 5 əsasdan danışır. Və onlardan birisi də nədir? Boş vaxt. Nə qədər ki boş vaxt varsa, insan özünə bunu ayırmağı bacarmalıdır. Bəzən biz deyirik, boş vaxtım yoxdur. Əslində var. İnsan istəsə özünə Quran oxumağa, özünə nafilə ibadətləri yerinə yetirməyə, özünə şəri elm öyrənməyə vaxt ayıra bilər. Amma neyinir? Dediyimiz kimi, xüsusən də sosial şəbəkələr insanı ayıra biləcəyi bu xeyirlərdən uzaqlaşdırır. Ona görə əziz qardaşlarım, zamanımızı dəyərləndirək. O elə bir nemətdir ki, o neməti geri qaytarmaq əsla mümkün deyil. Geri qaytara bilmədiyimiz nemətlər üçün tövbəmizi edək və bundan sonraki həyatımızda zamanımızı ən gözəl şəkildə qiymətləndirməyi bacaraq. Allah Azza və Cəllə bizi eşidib faydalanan qullarından etsin. Əmin və elhamdülillahi rabbil aləmin.